Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni üzərinə günəşin doğduğu hər gün insanın üzərinə, yəni sağ-salamat dünyaya göz açdığı üçün onda olan hər bir orqana, hər bir sümüyə görə bir sədəqə düşür. Və insanda 360 oynaq vardır. Bunların hər birinə sədəqə düşür. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Elhamdülillah, Subhanallah, Allahu Ekber, bunlar sədəqədir. Bunlar insan 360 dəfə deməli və yaxud da yaxşını əmr etməli, pisdən çəkindirməli və başqasına kömək etməli və onun yükünü daşıması və yaxud da miniyinə minməsinə yardım etməsi. Və sonra buyurur ki, 2 rəkat qıldığı duha namazı bunların əvəzini yerini verir. Yəni insan bu qədər əməllər etməlidir və yaxud bunları etmirsə 2 rəkat duha namazı. Ona görə duha namazı olduqca mühümdür. Həmçinin bir hədisdə buyurur ki, duha namazı tövbə edənlərin namazıdır. Onu yalnız tövbə edənlər qoruyar. Və həmçinin insan sübhdən oturaraq zikr edərsə, namaz qıldığı yerdə gün doğduqdan sonra 2 rəkat duha namazı qılarsa, həclə ümrənin savabını qazanır. Və digər hədisdə isə gəlir ki, kim məscidə duha namazı niyyəti ilə gedərsə, evində dəstəmaz alaraq məscidə duha namazı qılmaq niyyəti ilə gedərsə, ümrə savabını qazanır. Yəni bu qədər fəzilətlər var. Həmçinin başqa bir hədisdə vardır ki, yəni Allah Teala deyər ki, ey Adəm övladı, günün əvvəlində mənim üçün 4 rəkat namaz qıl, günün sonuna qədər səni qoruyum, sənə kifayət olum. Alimlər gətirir ki, günün əvvəlində qılınan 4 rəkat namaz elə duha namazıdır. Yəni insan günün əvvəlində 4 rəkat namaz qılmaqla günün sonuna qədər qorunmuş olur və digər fəzilətlər də vardır.